Çok sağ ol Zoya. Geceniz xeyir, makam necəsiz? O Sermin 975. Her vaxtda xeyir. Hoş geldin. Lamia hoş geldin. Barışmak için dua. Kazanmak lazımdı duanı. Sıfırlar, hoş. Bəxt, ömür. Akşamınız xeyir ama ana bayramınız mübarek. Çok sağ ol canım. Var olasın. Sevda Derema Hanım. Hoş geldin Sevda. Nice bir kalp sevindirirsen sana dua edirlər. Ya doydurursan, ya bu bir defa olmur ki. Biz her defa nəsə, kimisə sevindirməliyik ki, Allah da bizi bağışlasın, sevindirsin. Bağışlamalısan ki, bağışlanılasan, sevindirməlisən ki, sevinəsən. Kanun, ilahi kanun. Gülnara Qədirova. Nara Qədirova. Salam güzelam. Aleyküm salam. İsmailova. Yeten. İsmailova. Salam güzel Nurislanım. Aleyküm salam. Kemale Rəhimova. Akşamınız xeyir, ana bayramınız mübarek. Çok sağ ol canım. Sim Aslanov, akşamınız xeyir, bayramınız mübarek. Cümlemizle bahemrem. Salam, akşamınız xeyir, cennet, cehennem ne demekti? Cennet bizim öz evimizde rahat yaşamamızdır, huzurumuzdur. Cehennem de əziyyət, əzab çəkməyimizdir. Əssalam. Dua edək, müharibə bitsin. O Allah'ın qələminin ucundadır onun zatı. 100 dua edin. Bəyamin deyənə kimi dua etməyiblər. O yazıdır, alın yazısıdır, o yaşanmalıdır. Ama amin deyirəm. Əlimdəydi kimisə çağırmıram. Müharibələrin axırı necə olacaq? Nöqtəsi var. Ama saatini bilmirəm, onu Allah bilir. Kitaplar bütün gizli sirlerin aşkar olacağı gün, əzəl gündən təyin edilmiş bir vaxtdır. O gün həqiqətən haqla batil ayırt edilecektir. Yani bu müharibeler de durdurulacaktır. Ama o günün saatini Allah'tan başka hiç kim bilmir. Ben de bilmiyorum. Məsləhətinə şükür. T48 salam Emana necəsiz? Yox. Bayramınız mübarək. Mixayin gözümü oxuyuram. Çox sağ ol canım, səndən bəhəm. Yayını bəyənək, efiri paylaşaq, zəhmət olmazsa Lamia xahiş edir. Nurima xanım, Qlavnudan gedirsiz indi qaldığınız yerə. Kimdir bu Qlavnudan? Gedirsiz, mən Qlavnudan yeni yetmə yaşlarımda yaşamışam. Bura gəlmişəm. Kürdistan'da özümə məskən qurmuşam. Nə bilim, sözüm mən hardayam. Salam xeyir, hak yolunu bize gösteren Ema Hanım, bayramınız mübarek, nezaket. Vahim canım. Vahidçe yorgunum ama dedim bir saat de olsa olalım sizlerden.
Yorulmuşuq bir gün. Çox sağ ol ürəyim, qıraqmadı canım. Təbrik edirəm, sizi də bağrıma basıram. Vahid Cəfərov, axşamınız xeyir. Vahəm. Cıralilov, axşamınız xeyir. Hər vaxtın xeyir. Vahid Cəfərov, siz namaz qılırsınız, yox ömrüm. Salam Ema xanım, bayramınız mübarək olsun. Xumar, xoş gəldin. Sizlərlə Vahəm. Balalarınla, nəvələrinlə. Mən də sizin bayramlarınızı təbrik edirəm. Nicət, Nur Ema, bayramınız mübarək olsun. Allah'tan diləyirəm. Çox sağ ol Nicət. Var olasın. Cəmilə, çox sağ ol. Privati. Trump gəldi, məhv edir hər şeyi. Trump nədir? Trump deyirsən, Trump deyirsən. Trump. Hər şeyi məhv eləyir. Bu Quran nə deyir? Öldürən, güldürən, ağladan Allah'dır. Bunu kimsə bunu bu filan kəs elədi, bu elədi və yaxud hansı xəstəlik elədi, bu söhbət. Nə? Biz anlamırıq. Nəyə girib onu da dadırıq. Qınadıq, tənəyə qalxdıq, təhqir etdik, lağ etdik, bəddua söylədik. Əgər bunları çox təkrar ediriksə, o məhv onun üçün olur insan. İnsan sadəcə bunu anlamır. Salam Ema xanım, əleyke salam canım, Sema, bayramınız mübarək, çox sağ ol. Qarabağlı, salam, bayramınız mübarək, çox sağ ol. Taran Oray, xoş gəlirsən canım, gecəniz xeyirli olsun əzizim. Ema xanım, sizi və süfrənin qonaqlarını bayram münasibəti ilə təbrik edir. Taran Oray təbrikləyir hər birimizi. Mən də səni təbrik edirəm, bağrıma basıram canım. Bəs Quranda namaz yoxmu? Vahid Cəfərov, Allahın Quranda mənə göstərilən bu gözlər kim? Bu bizə məxsus deyil, bu nur dediyin Allahdır. Hər baxışdan baxanda odur, möcüzədir. Bu gözlər mənə göstərib ki, Allahın heç bir kəsin ibadətinə, namazına, orucuna ehtiyacı yoxdur, möhtac da deyil. Bəndə deyir, bəli, Allahın ehtiyacı yoxdur, mənim ehtiyacım var. Sənin ehtiyacın var, mənim ehtiyacım yoxdur. Mən, Allah məndən nəyi istəyir? Ona baş əyirəm. Allah deyir, istəyirsən, bax bu, dua edəndə, istəyirsən səsini ucalt, istəyirsən ucaltma. Allah gizlini də bilir, məxfini də bilir. Odur ki, özünü yorub, bu ibadətlə məşğul olma. Əsas məsələ ibadət deyil, səmimiyyətdir. Mən də səmimiyyəti seçirəm. Çünki başqa bir ayədə yenə buyurulur. Kim bu dünyada yaxşı işlər görərsə, yəni savab sahibi olarsa, acı doydurarsa, çılpağı giydirərsə, yolsuza yolcu olarsa, yıxılana əl olarsa, belə imkansıza dayaq olarsa, amma demir namazı olmazsa, deyir imanı olmazsa, bax, dünyavi bu etdiyi yaxşılıqlar, xeyirxahlıqlar onun karına yetməyəcək. Heç bir fayda verməyəcək. Nə deməkdir bu? Orada namaz yoxdur ki. Orada namaz artıq batildir. Məsələ yəni namaza gəlmək pis şey deyil. O qorxu müəyyən yerlərdən, müəyyən səhvlərdən çəkinmək üçün insanlar gəlməsi gözəldir. Amma mənim ehtiyacım yoxdur. Mənim ehtiyacım yalnız
Allah'ın məndən istədiyini yerinə yetirməyi Allah'tan diləməkdir. Vəssalam. Necə edim ki, başı salamat gəzim, necə edim ki, evlatlarımın xoş gününü görüm, necə edim ki, xəstəlik görməyim. Namaz da buna bu işdə demirəm namaz pis şeydir, amma bu işdə kömək kara yetə bilmir. Namaz kara yetsə, için cavan balalar, namaz qılanlar qəbirdədir. Niyə? Bax, mənə bunun cavabı lazımdır, o da səmimiyyət. Allah'ın yarattığı hər bir insana gözəl baxmaq, gözəl qarşılamaq, xoşun gəlmir. Baxma, baxdın da qınama. Qanununa əməl etmək lazımdır. Vəssalam. Akşamınız xeyir. Rena Kərimova. Hər vaxtın xeyir. Hicablı xanım. Salam Ema xanım. Bahar bayramınız mübarək olsun. Çox sağ olun. TikTok'da Gül xanımı hamı qınayır. Onun axırı necə olacaq? Ema xanım. Kim ki qınayır, Allah çütüyüb qabağına qoyacaq. İşte. Qınamaq olmaz. Çünkü Kur'an aydın buyurur. Dünyadayken şək ettiğiniz, birilerini qınadığınız, birilerine pis baktığınız, pis dediğiniz, hikkələndiğiniz, qəbul etmediğiniz sizin üçün əzabdır. Kim istəyir geçsin qınansın. Mən qınamıram. Hiç baxmıram. Bu nədir? İşarəsidir. Qalıboy adam başı, yəqin ki, nədir bilmirəm. Salam, xeyirli axşamlar, bayramınız mübarək olsun, gözəl insan. Əleyhissalam. Nazanın Afəndiyeva, Nazənindir yəqin. Salam, necəsi bayramınız mübarək, çox sağ olun, var olasın. Zəyimlə. Yaradana şükür, akşamınız xeyir, Nurlu xanım, bayramınız mübarək. Çox sağ ol canım. Gülüm, 999, salam gözəl ana. Əleyke salam, Rəm, xoş gəlmişsən. Qazi, salam olsun, əleyke salam. Xoş gəldin, Rena Kərimova. Necəsiz, çox sağ ol canım. Privati, qiyamət çox yaxın. Nə yaxın elə qiyamətin içindəyik də biz. Nə deməkdir o dünya aləm o tutub yanır da bundan böyük qiyamət olur. Hamısını yaşadır bizə. Xımır yedizdirir, dadızdırır bu vahimələr, bu çığırtılar, bu ağlaşmalar, bu göz yaşları. Bunlar nə deməkdir? O Quran nə deyir? Qiyamət günü deyir. Gözlərin, insanın deyir gözü dəvərə qalacaq. O eləyəcək. Bax o da qiyamətdir. Aydın yazılır da bunlar hamısı məsləhətinə şükür. Gülüm. Gəlinə qaynana halallıq vermirsə xeyir tapacaq. O gəlin üzr istəməlidir. Çünki hər halı ilə o qoynuna girib sevdiyi o ananın dünyaya getirdiğiydi. Başa düşdün? Hər halıyla ona saygıyla yanaşmalıdır gəlinlə. Qaynana kür olsadır. Tabii ki almalıdır halallığını. Ama onu almaq üçün qazanmalıdır. Bəs ərəbcə dua etmək necə? Valla mən ərəb deyiləm ki. Hərə öz dilində. Özdə duanı, sən duanı kimə lazımdır? Gələ Allah, sən duanı mı lazım? Quru duadan nə çıxır? O qədər dua oxu ki. O qədər dua oxuyanlar var ki. Dua qazanılmalıdır. İman da ləkəsiz olmalıdır. Hərə də öz dilində, ərəb bəyəm sənin dilində danışır. Məsləhətinə şükür. Salam. Lena. Lena da nədir bilmirəm, bilə xırda gəlif yaz. Əleyke salam.
Gül, salam akşamınız xeyir. Niye? Zamanla insanlar yadlaşır. Bu devrin tələbidir. Keçib gedəcək, buna da nöqtə qoyulacaq. Elə hərdən o barədə söhbət edirəm, mən də deyirəm. Bundan öncə insanlar bir-birlərini tez-tez ziyarət etməkləri var idi. İndi hər kəs öz evinə qapanıb, hər kəs öz problemindən məsləhətinə şükür. Ağır zamandır ona görə. Düzələcək, Allah vəd edir bizə bunu. Hüseynova salam deyir. Gülüm xanım, qaynana gəlinə halallıq təkrar gəlib. Bugünkü gəlinlər getdikləri yerdə böyüyə hörmət nədir bilmirlər. Mən qınaqla demirəm, acı həqiqəti deyirəm. Akşamınız xeyir Ema xanım. Hüseynov hər vaxtın xeyir. Sualım düşür canım. Salam gözəl ana, əlökə salam. Oxuya bilmirəm bunu heç. Əyri hərflərlə. Bilmirəm. Oxuyamadım. Kemal Rəhimov. Yemana. Meditasiya haqqında nə deyə bilərsiniz? Şu sözün mənasını bilmirəm mən. Ürəyim. Anlamıram o sözü. Anlamadığım fikirlə. Mənim fikirlərim, belə aldığım təlim, daha doğrusu, hamısı sadə sözlərdir, anlayışlı. Qəli sözlərlə mənim işim əzəldən də olmuydu. İndi də heç yoxdur. Yayını beğenmek, efiri paylaşak zəhmət olmasa Lamiyə deyir. Aylin İsmailova salam, əlökə salam. Hamımız bu dünyada müvəqqətiyik. Saygı duyuram. Təbii ki, hamımız qonağıq. Ama o dünyada yoxdur bu söhbət. Səfərov. Noyabr, hamımız öləcəkdə. Nə bilirsən? Siz hansı yaşda kamilləşdiniz? Şahzadə Qurbanlı. 45 yaşından sonra. Kamilli ama bu son illərdir. Bu tam dəqiq izah son illərdir. Ama 45'ten bu yana oxuya gəlmişəm. Cəza saati bitmir, bəli bitmir, bizdə də bitmir. Məsləhətinə şükür deyəcəksən, nə qədər etiraf etsəm də, mən də edirəm, bitmir hələ. Məndə də var bir neçə işlər ki, onlar bitmir hələ. Bayramınız mübarək olsun. Yusir 020. Çox sağ ol, bayram. Akşamınız xeyirli olsun. Əziz anamız Elnur. Bayram, hoş geldin. Kiraya qalıram. Bunun üçün bir dua var. Yox, itiraf var. Zeyd. Qəlbində Allaha etiraf edirsən. Mən harda səhv etmişəm ki, kirələrdə üzülürəm. O qəlb sənə açıqlamalıdır ki, sənin səhvin harda və yaxud ata-anadan qalma miras daşıyıcısısan. Nazlı, Allah sizdən razı olsun. Belə də demək olmaz. Allah'tan diləyirəm sizə yar və yardımcı olsun. Diləyirəm. Ama biz Allah'a iş tapşıra bilmərik. Etik qaydalara riayət edək, zəhmət olmasa Lamiyə deyir. Məsləhətinə şükür, akşamınız xeyir, bayramınız mübarək, yığla hər vaxtın xeyir canım. Xoş gəlmişsən, çox sağ ol. Salam əziz anam, xoş gəldin Afət. Adel, Lotus, salam, xanım, əlökə salam. Bu bilgiler
sizdə necə açıldı, anladınız. Mən o şagirdəm ki, məktəbim öz evimdir. Qəfil öyrəndim bu sirri ki, müəllimim öz qəlbimdir. Nə deyir Quran? İnsan öz daxilində Rəbbi ilə tək qalır, qulaq qəlbə yaxın olur. Təlimi qəlbimdən aldım. Amma istədiyim iş deyildi bu mənim. Bu Allah'ın özü seçir, onun mənlik deyil. Mələk anam, axşamınız xeyir, hər vaxtda xeyir canım. Xoş gəlmişsin. Xala salam. Bunu dedik, oxuduq. Hüseynova, axşamınız xeyir, gözəl. Ema xanım, Novruz bayramınızı təbrik edirəm. Bişirdiyiniz paxlavanı gördüm, Allah can sağlığından yəqin yeməyi nəsibimiz etsin cümləmizə. Amin. Siz hələ sağsız deyirlər, getmişsiniz. Yox, hələ gedəsiz deyirlər, mən buradayım, sən narahat olma. Hüseynova ürəklər göndərir. Saygılar eldir. Kübra xanımın bacısısınız, bəli, Suzan axşamınız. Xeyr İma xanım, hər vaxtın xeyir canım, xoş gəlmişsən. Etik qaydalara rayət edək, zəhmət olmazsa Lamiyə deyir. Yaxşı ki, subayam deyir, el. Necə miras daşıyıcısı başa düşmədim, xalacan. Ata-ananın səhvi evlada miras qalır, necə ki var dövləti qalır, necə ki Allah insan ata-ana yığır, var dövlət, mal, mülk, evlatları üçün, elə də onların səhvləri miras qala bilir. Belə. Çox sağ ol Adel. Axşamınız xeyir, Nur üzlü anam, balalarıma dua edər. Ağızda bir dua var. Balalarımın bəhrəsini dadasan Allah'tan diləyirəm. Sağlığını, sağlamlığını, məsləhətinə şükür, müdəm, sevinəsən onlarına. Salam İma xanım, bayramınız mübarək, Mirzəyevə xoş gəldin canım. Anar Quliyev, salam, əleykü salam. Siz namaz qılırsınız xala, yox, mən namaz əhli deyiləm. Bu iman süfrəsidir. Burada namaz haqqında bildiriş, göstəriş yoxdur. Salam Ema ana, əleykü salam. Usir sonu 44. Gəlinlər çox yekə başdı, neynəmək olar. Məsləhətinə şükür, zamana görə bunları sinirmək lazımdır. Gəlin olmaz, gəlin düşən yer gəlin olar demişlər. Məsləhətinə şükür. Ema xanım, axşamınız xeyir, bayramınız mübarək. Emana 2 oğlum var, ikisi də içkiyə meyillidir və bu anaların, ataların səhvlərinin bədəlidir ki, biz indi görürsən, həyəcan işindəsən, elə deyilmi? İndi bir fikirləş gör, kimə havaqlaq edibsən, kimə gülübsən, gülmə qonşuna gələr başına, kimi qınıyıbsan bu işdə, mən havaqsa, bir qəlbinə ged, o sənə açıqlanacaq. Elə belə deyil. Bəlkə mənəm deyib, təkəbbürlü davranıbsan, özünü kimlərdənsə üstün tutursan, bu cəzadır artıq. Biri ilə yora getmir. Yarımçıq gəlib cümlə. Bitmir, bizdə də bitmir, cəzası. Onu Allah bilir. Vahid Cəfərov ürəklər göndərir. Çox sağ ol. Allah köməyiniz olsun.
Anarkoliye diyor. Biz bugüne kadar Allah şəfa versin, Allah köməyiniz olsun. Məsələ yani Irak süfrədən uzaq, biri rəhmətə gedəndə Allah rəhmət eləsin. Elə bil biz otururuq, Allah bunu et, Allah onu et, Allah onu et. Nə etikdir, nə də düzgün. Allah'tan diləyirəm ki, sizə dayaq olsun, yar olsun, güc qüvvə olsun, kömək olsun. Birini seçib bu şəkildə etiraf etmək lazımdır. Bu şəkildə nitqə gətirmək lazımdır. Daha doğrusu itiraf dilimə gəldi bundan öncə. Rəbbimdən diləyirəm. Sizə yar və yardımcı olsun. Mən də bahəm deyirəm. Amin. Ziyad Xanlı yəqin fikrin yarımçıq gəlir. Akşamınız xeyir güzel ana. O dünya var, bəyəm. Oradan hələ xəbər gətirən olmuyor. Yayını bəyənək, efiri paylaşaq zəhmət olmazsa Lamiyə deyir. Zeyd belə haqda halda nə etmək olar bəs? Zeyd nə yazmışdı burada? Zeyd nə yazmışdı? Miras taşıyıcısı. Salavişlər, barışmaq, bağışlamaq, hər addımda ata-anamın səhvini mənə bağışla, ya Rəbbim, anlamayıblar, mənim də səhvimi özün bağışla. Bu kimi sözlərlə qəlbində Rəbbinə gedəcəksən, dizin gəlirəm sənə, ya Rəbbim. Bizim səhvlərimizi bağışla. Allah bağışlayan da burada deyirlər də. Sən də gerek bağışlayasan ki, bağışlanılasan, sevindirəsən ki, sevinəsən. Bu ilahi qanundur. Buna bozu yoxdur. Salam xanım ana, Lətifə. Əleyke salam canım. Ya Əli. Necəsən canım, bayramınız mübarək yanım. Hoş geldin. Çok sağ ol Vera. Siz çok haksız danışırsınız. Ayıptır. Saygı duyuram ömrüm. Var olasın. Ayıptır, burada ne gezirsin? Ben ayıp olan yerde oturmuram. Sen eğer burada sana ayıplı bir şeyler görsenirse burada oturma. Günaha batarsın. Bizi de günaha sürükleme. Rəbbimdən diləyirəm, özü bağışlasın sən. Mən də bağışlasın ki, sənə nətər görsənmişəm, məsləhətinə şükür. Səni bura yönəldənə şükür. Sənin qəlbində o kirli fikirləri nitqə gətirməyi hökm edənin məsləhətinə şükür. Nə deyim? Var olasın, hörmətli ol. Ema xanım, ana evladından narazıdır. O evlad xeyir tapacaq. Yox. O evlad zillət içərisində yaşayacaq. Ona görə ana hər halıyla evladının səhvlərini bağışlanmasını diləməlidir. Çünki bugün ana əsəbləşib nəsə deyə bilər. Ama o evladın başına bir iş gəlsə, tüstüsü təpəsindən çıxır. Ona görə biraz diqqətli olmaq lazımdır. Gülüm, geldi sualım canım. Teşekkür Allah'a, mənə yox. Teşekkür edirəm ya Rəbbim sənə ki, o Ema ananı belə
bu təlimləri öyrədib bizim qarşımıza çıxardıbsan. Bütün Allah'a təşəkkür edəcəksin. Salam. Bayramınız mübarək Zülfiyə. Çox sağ olun. Bahəm əleyke salam. Uğura gedən yol. Salamla Ramazan və Novruz bayramınız mübarək. Çox sağ ol canım. Bahəm. Ağayev, ay nənə get, dincəl. Üzünə qulluq elə. Sənin sözlərində təzadla, fəsadlar var. Gah nala, gah mıxa vurursan. Saygı duyuram. Hürmetli ol. Salam, bayramınız mübarək. Əziz imana, hoş geldin Arif. Sizlərlə Bahəm. Akşamınız xeyir olsun. Pluv, ofil. Başa düşürmədim. Üzürlüsə. Əleyke salam. Sonu 40-30 sevil, hoş geldin. Nağa, akşamınız xeyir, hər vaxtın xeyir. Dünyaşı, namaz qılıb, oruç tutursuz, güzel. Xanım, yox canım, mənlik deyil onlar. Orucu sevirəm, ama namazı yox. Mesajlar niye düşmüş? Şirinim, sinirim pozuldu. Məsləhətinə şükür. Yatırsın. Hoş geldin Namer. Neydi kızın adı? Yadıma düşsün. Adım yadımdan çıkır. Yayını beğenip efiri paylaşacak zahmet olmazsa Lamiye deyir. 145 salam, əleyke salam. Kainat Xəlilova salam, Novruz bayramınız müşabə. Bağışda özür istəyir. Dilimin ucundaydı, çıxmadı. Salam, Novruz bayramınız mübarək olsun. Hoş geldin Kainat Xəlilova. Yoldaşın xəyanətinə görə boşanıram. Səhv edirsin. Xəyanətə görə ailəni dağıtmazlar. Onsuz da o yoldaşın əgər sənin bu qədər qəlbini incidirsə, o cəzasını yaşayacaq. Ama bu cəza, sən onu çox qınasan, bu sənin evladınla da ola bilər, o səninlə də ola bilər, özünün də başına bir iş gələ bilər. Çox qınasan, sənin də başına bir iş gələ bilər. Cəzanı Allah təyin edir. Haqq, hesab, cəza və mükafat labüddür. Kim yaxşı bir iş görərsə, xeyri özün olar. Kim də pis bir iş görərsə, onun da cəzası özün olar. İndi sən xəyanətə görə bu ailəni dağıdırsansa, elə bilirsən bir xeyir tapacaqsan, tapmayacaqsın. Üzük qaşınla qiymətlidir. Bax, üzüyü taxırlar barmağa, o brilliant deyirsən də. Onun adı brilliantdır da. Hara getsən git, hansı məclisə getsən git, onun qaratı, dəyəri, qiyməti kənardan baxanda bilinir. Bəzən o brilliant kömür dolur, duz dolur, çat dolur. Amma əldə qiymətli görsənir. İşi də belədir, qadın da belədir. Sən ərinin xəyanətini bağışlamırsan, zamana görə qadınlar xəyanət edir. Məsləhətinə şükür. Onu bağışlamaq biraz çətin olsa da o belə bağışlanılmalıdır. Çünki Allah
Qələminin altında nə yazılıbsa, onlar hamısı yaşanacaq. Oradan qaçış yoxdur deyir. İlanın alnına əgər yazılıbsa, qarışqa çıxacaq onun sonuna. Nə deməkdir? Əgər sən xəyanətlə sınağa, Allahın lütfu ilə çəkilibsənsə və buna şükründə qalıb, məsləhətinə şükür, ya Rəbbim, bu imtihan, yəni bunu sənə yaşadan kimdir? Həyat yoldaşın deyil ki. Bunu sənə yaşadan Allah'ındır. Hər bir insanı hərəkətə gətirən ruh Allah'ın zərrəsidir. Deməli, sənin də xəyanət edən yoldaşını o yola yönəldən elə Allah'dır. Səni sınağa çəkib imtihan etmək üçün. Belə mənim o qədər belə izləyicilərim olub ki, deyənək kimi Allah'ın lütfu ilə təbii ki, qadınlar məsələ üçün boşanır. Sonra xəyanətə görə cavan adamlardır da, sonra özləri xəyanətə gediblər. Hətta bunların biri xəyanət etdiyi adam kişi ailəli olub, bu ərindən boşanıb xəyanətə görə cavan adamdır. Görüb, birini görüb, sevib, vurulub, bu da evli olub, bu artıq xəyanət elədi mi evliylə? Və həmin adam da bunun çiynində neçə min yadımdan çıxıb 5-6 ilin söhbətidir. Bəlkə də dinməz bir 5 ilin söhbətidir. Neçə min də kredit, çük, necələ çiyninə yüklüyüb aradan çıxmışdı kişi. Ailəndə otur, balan varsa, gedib orada oturub nə edəcəksən? Balanla məşğul. Allah'tan üzür dilə. Harda səhv etmişəm, mən bunu yaşayıram denən. Amma aləni dağıtmaq, o sənə yaxşı bir şey verməyəcək. Sonu aydın yaxşı olmayacaq, sənin üçün də yaxşı olmayacaq. Özün bilərsin, məsləhətin eşki. Mən izah etdim. Ufila, Aliyeva. Akşamınız hayırlı olsun. Amin. Güzel insan. Üzür. İdəyir. Adam. İstədiyin adam yəqin. Fəxirlə hamıya içsin. O təkəbbürlülükdür. O cəza yaşayacaq, qəlbini bulandırır. O bunun hikmətini anlamır. Həqiqət naminə alçalmaq, belə təkəbbürlə, pisliklə ucalmaqdan yaxşı. Heç nə rahat olma, qəlbini də bulandırma, qəlbini də Allah'ın asın. O etsin reklamın. Çox getməyəcək o reklam. Bir gün o reklamın dəbdən düşməsi saatı üzrə reklam edirlər bir şeyi dəbdən düşür. Bunun da reklamı dəbdən düşəndə bu cəza yaşayacaq. Məsləhətinə şükürdür, şükürlə qəbul edin. Xala, zülm edən qaynana nə vaxtsa dərs alar xalacan. Zülm edən qaynana niyə zülm edir? Hardasa sənin səhvindən, ananın səhvindən, o elə belə olmur ki. Mən əgər bir zülm yaşayıramsa, bu mənim səhvimin əvəzi. Bax, bu hikmətlər mənə onu öyrətdi. Mən əgər aləmin içərisində, istər qaynı, sən indi qaynanayla yaşayırsan, bunu anayla yaşayanlar, ata ilə yaşayanlar, qardaş, bacı, evlat ilə yaşayanlar var. Başa düşdün mü? Və sən bu qaynanıya haçansa bir dərs, yəni bir cəza yaşasın, bunu arzu edirsənsə, onu yaşamayacaq, onu sən yaşayacaqsın. Çünki bizim düşündüyümüz sözün hükmü var. O heç yerə getmir. Gözəl düşünürüksə, gözəl sözü nitqə gətiririksə,
O əkilir, cücərir, bizə yedizdirilir. Çirkin və yaxud kiməsə bir cəza yaşasın, bir dərs alsın, fikirləşiriksə, o da bizə yedizdirilir. Odur ki, biraz diqqətli olmalıyıq. Və sən o qaynanaya dərs almasından çox, ya Rəbbim, mənim qaynanam nə etdiyini anlamır. Onun səhvini mənə bağışla, qəlbində Allahına deyəcəksən, mənim də səhvim özüm bağışla. Sol. Belə olsa sən imtihanları verib keçə bilirsən. Yox, buna nəsə bir dərs alsın, bir cəza alsın arzu edirsənsə, o arzu kənara getməyəcək, o sənə. Cücərib sənə dadızdırılacaq. Canlı oturmuşam qabağınızda. 72 yaşım var. Nöqtə virgülünə kimi etdiyim səhvlərin bədəlini ödəyirəm. Siz də ödəyəcəksiniz. Heç kimə pislik arzu etmək olmaz. Kimə pislik arzu edirsən, onu özündə adacaqsın. Məsələn. Çünki müqəddəs qanunda aydın yazılır. Qisas almayın. Allah deyir, mənim qəzəbimə yol verin. Sizə pislik edənə, siz yaxşılıq edin. Sizi lənətləyənə xeyir dua verin. Pisliyə, pislik ilə məğlub olmayın. Yaxşılıq edərək qalib gəlin. Budur sizin üçün zəfər. Və sonra sən kənara çəkilirsən, ya Rəbbi, məsləhətinə şükür deyirsən və həyatını yaşayırsan, hörmətini edirsən. Hörməti gözləmirlər, hörməti edirlər, o da cücərir, sən onu bəhrəsini dadırsan. Bir böyük kimi, bir ağbirçək kimi sən hörmətini elə. Onu Allah elə yaradıb, səni sınağa çəkmək üçün. Bacar, onu qazana bil. Bacarırsın? Yox. Onu Allah'tan istəyəcəksən qəlbində. Onu da almaq üçün gərək bağışlayasan ki, sən də səhvlərin bağışlanılsın, səhvsiz insan yoxdur. Sevindirəsən ki, sən də sevinəsən, bağışlanıb sevinəsən. Və sağ ol. TikTok deyir ki, evdə çox əsəb keçirirəm evladlarımla, yoldaşımla. Zamana göre təbii görsən, adam qaynanasından, sən də yoldaşın evlatlarından. Hər kəsin düşməni ev əhli olacaq, onlar biri-birini əsəblə ölümə təslim edəcək. Mesela bu yazılıb. Bəs bunlar yaşanmasa, peyğəmbərlərin bunların yaşanması gərəkdir deyilən yazılar nə ilə öz təsdiqini tapar? Nə ilə? Gərək yaşana ki təsdiqini. Bu yazıda alın yazısı pozu yoxdur. Şükründə qalacaqsan, yoldaşın səsini ucaldanda ona cavab verməyəcəksən, qəlbində ya Rəbbim, sənə sığınıram, nə olar, onu sustur. Evlatlarımın səhvini mənə bağışdı. Harda səhv eləmişəm? Kimin evladına lağ eləmişəm, kimi qınamışam, kimə pis baxım, hamısının hesabını çıtır-çıtır bizə ödədir. Budur, vəssalam. Namazı niyə sevmirsiniz? İstəmirəm. Zor dində məcburiyyət yoxdur ki, ömrüm. Namazdan gözəl işlər var. Namaz üstündə o qədər mən xəsis insanların şahidiyəm. Namazı qılıb, özünü tərif, özünü bəyənmiş, hamıya belə baxan. O insanlar ki, pis yoldan çəkinib namaza gəlir, bəxtiyardılar. Amma mənim ona ihtiyacım yoxdur. Namaza mənim ihtiyacım yoxdur. Kimin ihtiyacı var, geçsin qılsın. Və sonra. Mən imanı ondan üstün tuturam, xeyrxahlıq ondan üstün tuturam, qəlb sevindirməyi ondan üstün tuturam.
O da yeterince Allah lütfedib, bəsimdir. Elisa Taracı, ahıl yaşında get, səmərəli işlə məşğul ol. Elisa deyir, anlayana milçək səsi saz olar. Anlamasa sənin kimi yaradılmış Allahın yaratdığı sənə məsləhətinə şükürlər olsun. Zurna qabalaz olar. Çox göz kəsdə bax. Sən xasiyyətdə Allahın yaratdıqları içərisində çox kəsdə olmaz elə məharət ki, bax bu cür ibrətli, hikmətli, məntiqli süfrənin sözlərinə verə qiymət. Səni yaradıb bura yönəldənin məsləhətinə şükürlər olsun. Get sən də öz işlərindən məşğul ol. Nüşabə, bağışda üzr istəyirəm. Bunu oxudum, öldüm kimi. Nüşabə sözü, fikirləşdim, gəlmədi dilimə. Bilirəm, dilimin ucundadır, amma olur insanda hərdən deyir bu. Çıx da, çıxmadı. Evdə çox əsəb keçirir. Salam, axşamınız xeyir olsun can. Slokim. Novruz bayramınız mübarək can anam. Xoş gəldin. Ahı gözlüm. Səhv niyə edir? Onda qadın xəyanət edəndə kişilər bağışlayanda bu nə murdar düşüncədir, utanmırsan, məsləhətinə şükür. Səni yaradana şükür. Mən sənə o məsəl bir var Nizaminin sinəsində günəşi diqqətlə baxsa dünyanı işıqlandıran günəşin özü də çirkin görsənir yarasanın gözündə. Mən Allahın lütfi ilə, Allahın yaratdıqları içərisində bəndə insan xilqəti, heyvan xilqəti var. İnsanın bir adı var, insan, adam. Heyvanların hər birinin öz adı var və Allahın yaratdıqları içərisində insanların heyvan xasiyyətli yaratdığı insanlar da var. Kimi tülkü kimi biç deyirsən, tülkü kimi nə biç adamdır. Kimi kirpi kimi dili tikanlıdır, kimi ilan kimi dili zəhərlidir, kim də yarasa kimi hər şeyi çirkin görəndir. Yaradana şükür. Sənə mən necə gözəl görsəm. Evlərin sifarişi və alışı. Ay xanım, əqidəniz nədir? Burada pul haqqı hesabı yoxdur. Git alışverişinlə məşğul ol. Nə edim? Nazanın Afəndiyeva. Fikrinin yarısı harda getdi bilmirəm, unuttum. Allaha o qədər təşəkkür edirəm ki, sizi bizim qarşımıza çıxardı Hüseynum. Bəxtiyarsın. Yeni gələnlər xoş gəlib, zəhmət olmazsa ekranı bəyənək, efiri paylaşa. Biraz tez bağlayacağım çünkü uşaqlar yatmalıdır, kusura baxmayın. Uğur böcəyi, salam. Dəniz, xoş gəldin ürəyim, necəsən? Nə var, nə yox, sizin də bayramınızı təbrik edirəm. Mesajı bir dəfə yazın, sırayla mesajlar oxunacaq. Salam Ema xanım, necəsin, Novruzunuz mübarək. Çox sağ ol Azədə. Azədə, bugün elə belə gəldim. Gəl bir balaca da söhbət edeyim, çıxıram, uşaqlar yatacaq. Çox danışmayacağım. Bayramdır bugün.
Salam Emə xanım, necəsiz? Xoş gəldin. İnanırsınız bugün 6-cı gün olmağı da yadımdan çıxıb. Birdən sizi görəndə deyirəm, ha bugün 6-cı gündür. Hiç gəlməyə halım yox idi ama yine de dedim bir salam əleyküm eləyim. Hə. Biraz görüşüm. Niyə salam deyirsən? Bilsəm mi nə olub? Benim salam. Deyirəm, nənə salam, bayramın mübarək. Aleyküm salam. Ben Aslı da o. nene. Bakıdakı. Sən sağ ol Rəhim, sağ ol. Sənin də bayramın mübarək. Deyim, öpürəm səni. Öpürəm səni. Öpürəm səni, bağrıma basıram. Ben seni görmüştüm TikTok'ta. Elə? 4 ildən sonra dil açıb. Hardayam bə? Deyir, mən səni görmüşdüm TikTokda. İndi hardayam bə? Deyir, görüşərik. Bəli, Emə xanım, bağışlayın sözünüzü kəsdim. Deməli, Qahirəyə demişdim ki, bir İspaniyadan çıxart da, nə olar, bir dəfə gör, sən çətinliklə də olsa ayağa qalxa bilirsənmi? Onu bir çox çətinliklə o əldə edib. Bir neçə saniyəlik dəmirlərdən tutub, ayağa qalxıb. Nə gözəl. İnşallah davamlı olsun. Davamlı olsun. Bəli, mən də dedim ki, bu birdən-birə sən yeriyə bilməzsən. Ona görə gərək sən bunu hər gün mütəmadi bir dəfə də olsa təkrar edəsən. İndi söz verib görək nətər olacaq. İnşallah addım addım, bəli. Allah kömək olsun. Hə. Emə xanım, doğrudan da haran ağrıyırsa deyir canın oradadır da. Son vaxt heç məndə belə şey olmamışdı. O gün elə Qahirə xanım gözümün qabağına gəlib. Deyirəm ki, doğrudan elə sizin hərdən də o sizin dedikləriniz. Mən də ayaq ağrısından çox əziyyət çəkdim bu qışı. Ancaq elə bir zəli ilə, indi Allah Taala bilmirəm onunla zəli qoydum ayağıma. Bir az azalsa da tam azalmayıb da. İnanırsınız mən nə boyda yol gedirdim, gəlirdim ki, belə necə deyim, o deyirlər piyada gəzmək xeyirlidir də. Mən hiss eləmirdim. Olurdu, cüzi olurdu. Demək Allah, öz-özümə deyirəm, ay Allah, sən məni bağışla, qələt eləmişəm, nəsə də belə də. Ancaq qəribə bir şeydir ki, tam tutul, Allah nə istəsə o da olur da. Çox qəribə bir şeydir ki, biz, yəni bugün olan bir dəqiqədən sonra olmaya bilər də. Çox böyük hikmətdir. Hə, bu belə bir sevindirici xəbər aldım o gün. Dünən, yox sıraha gün, yadımdan çıxır. Belə o qədər yorğunam ki, bayrama bu havası bizi yorur. İndi Kübra xanımın paylaşdığı çıxıb, Emə xanım dayı paylaşıb deyəsən. Yoxsa elə gördüm. Emə xanım, bilirsiniz nəyi belə hiss elədim? O, deyəsən siz göndərmişsiniz o paxlavanı. Onu elə bir tütüyə kimi qoyub səliqə ilə. Çox səliqə ilə. Yox, Belə, özü pişirib onu, keçən ilin bir şeydi. belə Özü bilsin pişirib, necə o da o pişirib. sevgini, hə. Elə ona baxırdım, sonra siz çıxdınız qarşıma. İnan ki, bayramlar ki dalbadal gəlir. Ay, heç bilmirdim bugün 6-cı gündə, yadımdan çıxmışdı. Buradan Kübra xanımı da salamlayıram. Qızları da, bizi dinləyənləri. Mən sizi yığmışdım Emə xanım, başınız qarışmışdı. Dedim, səsdə Heç göndərmişdim. vaxtım yox idi, cavab heç vaxt eləyibdi, təzədən yığa da bilmədi. Onu elə, İnanıram. onu elə, iş çoxdur. Uşaqlar da gəlib gecədən. Heç vaxt yoxdur. Emə xanım, qoyayım deyir ki, oxuyun. Yəni ki, mesaj var. Gəlib istəyirəm çıxım azadı. Yorulmuşsunuz. Hə, yorğunum. Elə belə salam əleykümə girdim. Burada bir dənə sual var qoyayım. Deyir, məadaltı vəzinin pristofu nə ilə bağlıdır? Hikkədən.
Barışmamazlıqdan. Şey diyeyim. Tamam mıydı? Ayıp. Bayramımız mübarek. Çox sağ ol Kürəkə. Filə. Öyle bekleme. Çık. Qarşıma çıxan hamı xeyirsiz çıxır. Nə edim? Qarşı cins olaraq. Mən falçı deyiləm. Sənin də sınağın bundandır da yəqin. Bunu gərək sən mənə tam açıqlayasan, mən də cavab verəm. Özəldə yaz. Qahirə xanım ürəklər göndərir. Salamlayıram Qahirə xanımı mən də. Tənə üçün demirəm, yoldaşım hamının arxasınca söyür. Usir 12.56 belə deyim. Hamının arxasınca söyür, o evladla ya canınla bir cəza alacaq. Amma yaradan elə yaradır, bu qınaq deyil. Təranə Nurutara, çox sağ olun. Sadə deyir ki, gecəniz xeyir, bayramınız mübarək olsun. Tamila xanım buradadır. Deyirsin, Ema Qəlbinur, süfrənin gözəli Azadə xanım var, olasınız. İnanın, mən də darıxmışam Ema xanım yanında durmaq üçün. Şükür Allahın məsələrinə. Bugün nə fikirləşmişəm Ema xanım? Deyirəm, görəsən bu nə sınaqdır ki, Allah Teala Nədir məni... bilmirəm. Bayrama görə elə belə. Yenə indi nə olacaq hələ bilmirəm. Əslində bugün mən nəsə bir başqa yenə bir sevindirici bir şey gözlürdüm, amma heç nə olmadı. Deyir o Murad ki səni yandırar belə, onu tez çalışsan gec gələr hələ. Bu sürpriz olduğumuz yerdə danışdım. Mən niyə danışdım? Qayra xanımla niyə danışdım bilmirəm. Elə gəldi içimdən danışdım. O mən nəsə yazmışdı. Mən ona səs attım ki... Təklifi siz elədiniz Ema xanım. Təklifi siz elədiniz. Təklifi siz elədiniz ki, ayağa dur yavaş-yavaş. Hə, demişdim ona ki, o tut hər yerdən də möhkəm saxla özünü. Amma bir dəfə də olsa bax gör ayağa qalxa bilirsənmi? Deyir, istədim deyəm, demədim. Deyir, dedim tam yox, dedim sən tam hələ harda buradasan. Elə o ayağa qalxmağın tutaraq. O özü ilə mükafatlardır. Böyük bir sürprizdir. Ema xanım, elə bir bu hadisəni biz ikinci dəfədir yaşayırıq. Kimdə olmuşdu belə? Siz dediniz ki, o kim idi ay Allah? Dedi ki, mən hələ demək istəmirdim. Siz də dediniz ki, deməli, niyə demirsən bəs biz də sevinək də, sevinək ki, dualarımız da davamlı olsun. Elə bir bu hadisə nəsə ikinci dəfədir burada yaşanır. Bilmirəm, yadınıza düşər. Deyirəm, mən 2 aya yaxın yatdım, ay yarım tam mamında elə belə bir dəfə ayağa qalxdım, oturdum. Dedim, bax, bunu sən də elə. Tabi, indi az məsəl üçün. Gündə bircə dəfə eləsən, bir dəqiqəlik də olsa, o səni ucu qaldıracaqdır. Yavaş-yavaş, bəli. Amma bunun özü ilə böyük ucu. Bunda yox, deyir, sual etdim ki, olub bu ki, sən tam ayaq üstə belə oturaq bilirəm, olubsan. Dedi, yox. Dedim, onda bu elə möcüzədir. Ema xanım, bu korona olan vaxtı, deməli, mən başıma gələn bir şey deyim ki, hadisəni, elə bir ki, elə olmuşdu ki, artıq
Elə bil kravatdan durmaq istəmirdim də. Yerim oraydı. Bu boyda evin içində sıxışmışdım ancaq kravata. Elə oldu ki, oğlum bir dənə də həkim gətirdi. Qorxurdu ki, də onda da hər yerdə o ölür, bu ölür. Orada müəllim ölmüşdü məktəbimizdə. Sonra ölənlər çox idi. Bu da qorxu keçirmişdi. Elə oldu bir həkim gətirdi. Həkim mənə dedi ki, sən indi yerimdən durmaq istəmirdim Ema xanım. Eləcə yerimdə uzanmaq istəyirdim də evdə qəti oturmaq istəmirdim. O həkim gəldi dedi, müəllimə dedi, indi yavaş-yavaş oradan keçin kuxniya. Elə bil o söz mənə təkan oldu. Çox düzgün deyirsiniz onu siz. Allah tərəfindən siz elə bil o fikir gəlib də. İnşallah ki, xeyrini görsün Qahirə xanım da. Sonra yerimdən durdum, gəldim ara-ara 1 saat, 2 saat özü kuxunda otururdum. Belə-belə yavaş-yavaş evi mənimsədim. Yəni o addım atmaq çox düzgün fikirdir. Ki az-az. Uğura gedən yol yazır ki, Ema xanım, gəlin tanıyıram ki, vaxtı ilə qaynanasına zülüm edib, indi qarşısına sakit dinməz gəlin çıxıb bu canından verəcək yazan xəstəlik var belə. Mən də şahidiyəm, zülümkeş, zülümkar bir qaynananın gəlini çox qavağında, necə deyim, bir sözünü iki eləməzdi. Amma canından ödədi. Səhvləri canından ödədi. Ömrü də gödəkgərdi, yoxdur həyat dünyasını dəyişdi. Belə cəza da var can. Var. Hər türlü onu Allah təyin edir. Mən kiməm ki, mən öyrədiləni söyləyirəm, eşitdirirəm. Emananı YouTube'da və Instagram'da Nurema Qəlbi Nur adı ilə izləyə bilərsiniz. Ahı gözlüm deyir. İbrahimov deyir, burada bəzi məqamlara yanlış toxunursuz. Dinləmə, məcburiyyət yoxdur ki. Amma biz söz almırıq. Bizim malımız budur, satdığımız mal budur. Məqamlarımız budur. İstəyirsən dinlə, istəyirsən dinləmə. Burada məcburiyyət yoxdur. Yalvarış da yoxdur. Zorla satış da yoxdur. Məsləhətinə şükür. Fikrində qala bilərsin. Ema xanım, oxuyum sizə biraz kömək edeyim. Bir dəqiqə yanlış gəlir, alma. Mən də səndən söz alası deyiləm. Buna da əmin ol. Əssalam. Şükür məsləhətinə. Yusif deyir ki, ana axşamınız xeyir, necəsiz? Hələ kəsə. Zeynəb Said Hüseyin deyir ki, salam, bəs qaynana yaxşı gəlin zülüm edib, o nasıl olur? Qaynana yaxşı gəlinə yəqin zülüm edir, o nasıl olur? Onu sınaq odur da. Qaynama ilə. Poet Woman 2 yazır ki, salam, axşamınız xeyir, bayramınız mübarək olsun. Hələ kəsə. Çox sağ ol. Baxım, yuxarıda oxumamış qalmadı. Nailə Bağırzadəni oxudunuz, Ema xanım. Axşamınız xeyir, Ema xanım. Aşağılardayım. Mən Xəzər sahilin axşamınız xeyirli olsun. Allah qorusun sizi. Allahdan diləyək cümləmizə yar yardımcı olsun. Həyat yoldaşımdan küsülü olanda nə etmək olar? Bütün kurallar yerində olmalıdır. Sadəcə küsülü gəzirsən. Qulluğunda da duracaqsan, çayını da verəcəksən, çörəyini də verəcəksən, paltarını da yuv, ütürüf yerində səliqəli düzəcəksən, istədiyini verəcəksən, sadəcə belə. Bir balaca küsülü gəzəcəksən, vəssalam. Olur da alət, hər şey olur. Yaradana şükür. Yuxarıda deyir, var, seçim lazımlı sualları oxuyum, inciməyin. Hamı təbrik eləyir Ema xanımı, ümumiləşdirim deyim. Ancaq burada deyir, yuxarıda suallar var. Tənə üçün demirəm, yoldaşım hamının arxasınca danışır, onu oxudum. Ayrı elə bir, baxın bir dənə. Vera deyir ki, siz qadınları alçaldırsınız. Allah'tan qorxun biraz.
Vallahi mənə Allah danışdırır. Mən Allahdan niyə qorxmalıyam ki? Mən öz səhvlərim üçün bədəl ödəmişəm, ödəyirəm. Bunun sənə nə dəxli var? Sən də səhvlərinin bədəlini ödəyirsənsə, onda mənə nə dəxli var? Allahdan qorxmaq lazım deyil, səhv etməkdən qorxmaqla. O da tənə ilə mənə qalxırsan, anlamadan, anlamırsan burada nədən gedir söhbət deyirsən, bir çömçədə mavir. Onu da bəyənmirsən. Mən neyniyim? Səni belə ağzı büzük yaradıb Allah, bəyənmirsən. Özünü namuslu bilirsən, qarşıdakı yaxşı o namussuzun yerində yaradılsaydın, necə bu boyda dilin uzun olardı mı? Bir anlıq özünü qarşındakinin yerində qoy. Sən özünü daha çox sevirsən. Görünürsən narsis insansan. Mən deyirsən. İndi Allah səni məndən deyir, mən də səni belə sınağa çəkərəm, baxım görüm necə mən deyərsən. Get yaşadı. Ema xanım, ay Ema xanım, niyə bəs elə naməlumdayam Nüşabədə? Elə zülüm yazılıb ki, ailə bir-birini öldürür. Yazılıb da. Bax, niyə bütün bunun hikməti nədir? Allah gördüyü işlər barədə sorğu-sual edilmir, Nüşabə. Və bu müqəddəs qanundur. Hələ bu haqq dünyası yoxdur. Ədalət dünyası yoxdur. Ona görə də bunlar yazılıb yaşanacaq və deyilir, sanki başınıza qəribə işlər gəlirmiş kimi sizləri sınağa çəkmək üçün bu odlu imtahanlara, bu qarşı durmalara baxıb təəccüb etməyin, bu imtahanları şükürlə qəbul edin. Hələ orada yazır, sevinclə qəbul edin, mən də deyirəm şükürlə, Allahın lütfü ilə qəbul edin. Yəni sevinclə bəzən elə şey var, adam qəbul edə bilmir, amma şükürlə qəbul etmək olur, çünki Allaha xoş bizə qəbul. Bunlar hamısı kitabın sinəsidir, yazılır. Yazıya da pozu yoxdur. Və son. Quranda deyir ki, bu İncildən idi. Quranda deyir ki, Allah gördüyü işlər barədə sorğu-sual edilmir. Və son. İndi istəyirsən, başın salamat olsun. Nə tələbə görürsən, Yusifi 10 yaşında qardaşları tullayır quyuya. Necə deyim sənə? Biri-birini ölmə təslim etmək deyil bu. Quyuya atmaq nə demək? Orada ölə də bilərdi, elə deyilmi? Bəli. Elə bariz nümunə bunu götürək. Amma görürsən, o quyu ona sonda peyğəmbərliyə gətirir, çıxardır. Biz də quyunun dibinə düşəndə, məsələ yəni, zülm görəndə şükürlə qəbul etsək, başı salamat o imtihandan keçə bilərik. Yox, özümüzdən çıxdıq, hikkələndik, qarğış etdik, qəbullanmadıq, qınadıq, tənəyə qalxdıq, hikkələndik, bundan da cəza yaşayacaq. Bilsin. Hə, mənim yaşımı neynisən, ay bala? Ay deyir, düzdür. Mehriban deyir, salam gözəl xanım, əleyke salam. Bir dənə mesaj var idi. 99-dan yuxarılardır. Günəş deyir, bəs Allahı sevirsinizsə, namazı da namaz qılmayan Allahı sevə bilməz. Bu nə? Məsləhətinə şükür. Əqidədə Allah Teala yaradır. Allahın işini qarışa bilmirəm, ona qoşmağa qəbul. Sənə sevdirib namazı, mənə sevdirim. Dində də məcburiyyət yoxdur. Axşamınız xeyir, gözəl xanım, bayramınız mübarək, sizin sözlərinizə qulaq asdıqca özümü çox rahat hiss edirəm, şəhid bacısı deyir. Şadam ürəyim. Burada Emirxan bir sual var. Vidadi deyir ki, qaynanamın dili zəhərdir. Bilmirəm, o sürməyə baxdım. Hə, qaynanamın dili zəhərdir. Bəs bayaq dedik də,
insan aləmi, xilqəti, insan. Bir adı var. Adam, insan. Heyvan aləmində hər heyvanın öz adı var. Adam adama deyir ki, ona bax deyir, elə bil ki deyir, yox, ilan kimi qıvrılır, yalvarır, qıvrılır. Adam da deyir, bilmirsənmi, bəs ilanın dilinin altında zəhər də olur. Bəli. Tikə görürsən, o kirpin əlini alanda əllərini deşik-deşik edir, o mümkün deyil, onu əldə saxlamaq. İnsanın dili tikanlıdır, tikanlıya bilir. Belə yaradı Allah, şüküründə qal. Məsləhətinə şükür. Dedin, imtihandan keçirsən. Yox, demədinsə, kəsilirsən, ondan sonra ondan betər bir sınaqla qarşılaşacaqsın. Çünki o qaynananın, o zəhərlidir dedi, tikanlı. Zəhərdir deyir. Zəhərli. Onu o zəhərli yaradan da Allahdır. Onu o zəhərli sözlərlə nitqə gətirən, necə məni burada nitqə gətirib əyləşdirib? Onu da nitqə gətirən Allahdır. O da sənin sınağın. Mən öz dünyamda öz sınağımı yaşadım. Gəldim, bu yaşa çıxdım. Sən də onu yaşayırsan. Şükürlə qəbul etməlisin. Nətər görürsən, yenə deyirəm, Yusifi qardaşları quyuya atanda 10 yaşı olur. Onları zəhərli sözlərlə, qarğışlarla, nalələrlə, heç nə, şükürlə qəbul edir onların əməlini. Elə deyilmi? Biz də oradan təlim almalıyıq. Deməli, Allah bəndəsini sınağa çəkib imtihan edəndə onu belə çətin yollarla aparır. Biz də onu şükürlə qəbul etməsək, hikkələnsək, təzyiqdə tapırıq, şəkərdə tapırıq, baş ağrısı da tapırıq, diz ağrısı da tapırıq, ürək ağrısı da tapırıq. Bunlar hamısı bundan doğulur. Tamila xanım deyir ki, Ema xanım, dönə-dönə sizə minnətdarım. Çox bəhrələnirəm. Sadəcə hərdən özümlə bacarmıram, dilimlə. Bax, o bacarmamaq dözümlülük sınağıdır. Səbir, təmkin, dözüm imanın ən üstünüdür. Səbir şadlığın mayasıdır. Təmkin hisslənəndə qəzəbin udulmasıdır. Dözüm taleyin, bax hərdən deyirsən bununla bacarmıram. Bu dözüm taleyin bütün zərbələrinə sinə gəlib şükürdə qalmasıdır. Ən ağır sınaq dözümlülükdür. NM deyir ki, salam, bayramınız mübarək. Usir, Ema xanım, anam yaşlı qadındır, çox səhv edir. Bilmirəm, özünü dərk etmirmi səhvlərini, yaşlandı da xüsusiyyətlərindən əl çəkmədi. Bir məsəl də var, deyir, Qozbeyli qəbir düzəldi. Yaşlı adamın deyir, gücü çənəsində olar. Məsləhətinə şükür. Sən də bunu şükürlə qəbul etməsən, yəni hikkələnsən, imtihandan kəsilirsən. Səni ağrıdır ananın bu. Onu sevinclə qəbul etsən, şükürlə qəbul etsən, necə deyir, tənək ağlamasa vaxtında zar, yetirməz axırda sevinclərlə var. Görürsən, tənəyə budayanda göz yaşı kimi yaş dökür, əməlli başda ağlayır. Yəni, insan da həyatının bu zərbələrin altında istər anadan, istər ərdən, istər oğuldan, qızdan, gəlindən, qaynanadan və bir digərlərindən qarşı durmada onu şükürlə qəbul etməsə, çətinliklərin içindən çıxmır, şükürlə qəbul etsə, ağrısa belə, ağlasa belə, sonunda sevinclərlə bəhrə verə bilər. Yəni, imtihandan keçə bilər. Yəni, başı salamat ola bilər.
Poet Woman yazır ki, bacarmıram özümlə, nə edim ki, sonra peşman olmayım. Bir kalp sevindir. Sevindirende adam yüngülleşir. Hoş gördük güzel hanımlar Qahiredir. Bayaq gördüm onu, çox sağ olun Qahra xanım. Tənək haqqında dediyinizi təkrar edə bilərsiniz. Qaraj 221 Denek deyir. ağlamasa vaxtında zar zar, yetirmez ahırda sevinçlerle var. Bu Nizami'nin sinesinde yazılır. Mənim Yəni- dünyam deyir ki, nə olur oxuyun da. Yani Mesaj yoxdur. insan taleyin zərbələri altında ne kadar əzilsə, tənək kimi görürsən zar zar ağlayır da tənək. Axırda da məsəl üçün bar verir də, üzüm əmələ gəlir. Eləcə də biz taleyin zərbələri altında əziləndə, göz yaşı tökəndə şükürlə qəbul edə ediriksə, sonu aydınlıq. Çox qəribədir ki, mən də çox belə ağlar günlərim olub da bunu bilirsən. Oralara getmək istəmirəm, amma onun içində şükür dilimdə əzbər idi. Məsləhətinə şükür. Çox qəribədir ki, o şükür sözü mənim dilimdə Allah tərəfindən əzbərlənmişdi. Mən şükür deyəndə evdəkilər göyə qalxıb yerə düşürdü. Nə şükür. Başa düşdü. Bax, bu da var idi. Şükürdə qalmaq lazımdır. Vüqar Gedən salamlayır. gəlindir. Bunlar da var. Kimin evində gəlindir, kiminin evində qaynanadır, kimin evində oğuldu, qızdır, kimin evində ərdir, anadır, atadır, qardaş qardaşa qarşıdır, bacı bacıya qarşıdır, oğul anaya qarşıdır və ya ana oğula qarşı. Bunlar hər evin öz qibləsi olduğu kimi, hər evin də öz sınağı, öz qarşı durması var. Bunlar hamısını Allah təyin edir. 2045 deyir ki, ev satmaq istəyirəm, nə edim? Qismətdə varsa sataşsan, yoxsa yox, heç də. Tamila xanım deyir ki, Ema xanım tez-tez səsləndirirlər məni. Nə edim? Əvvəllər rahat idim, indi narahatam. O narahatın içində şüküründə qal. Bu narahat imtihan üçün, ya Rəbbim, qəlbinə gedirsən, məsləhətinə şükür. Bu səni elə bir qəlbində şükürlə bunu qəbul edirsənsə, kənardan bir qəlbdə sevindirirsənsə, rahatçılıq tapırsan. Amma bu şüküründən dönsən, cəza yaşayırsın. Vüqar salamlayır. Aida Aliyeva deyir ki, salam. İşlədiyim kollektivdə haqsızlıq gördükcə çox əsəb keçirdirəm. Kollektivin başçısı tədbir görmür. Aida Aliyeva haqsızlıq gördükdə çox... Sən haqsızlıq gördükdə, mən haqsızlıq gördüm qonşuda və özümdən çıxdım. Qəbullanamadım, əsəb keçirdim. Neynədim? Bir neçə belə də səhvlərə, bu haqsızlıqlara, belə
lazım olmayan işlərə belə əsəb keçirdin, qəzəbləndin, 4 metrlik yerdən yerə endirildim, çırpıldım, belim buxunum qırıldı, belə bir cəza aldım. Lazımdır sən. Nə görürsən denə məsləhətinə şükür. O kollektivdə başçı tədbir görmür. O başçı öz yalnız şəxsi mənafiyini güdmək üçün yaradılır. Sən onu dəyişə bilməzsən. Amma qəlbində Rəbbinə gedib, ya Rəbbim, nə olar məni bu çətinlikdən özün çıxart. Nə olar bu dar qapıdan, bu dar imtahan verirsən sən. Bu dar qapıdan məni özün keçir. Nə olar bu ağırdır, bu imtahanı mən keçə bilmirəm. Mənə yardımcı ol. Allahdan dilə bunu. Bu təbii haldır. Sən bir dənə kollektivində bəyən bizim hansı işimiz düzdür ki? Hansı işimiz düzdür? Sən bir kollektivdə bütün Azərbaycanda yer üzərində hansı iş düzdür ki? Harada haqq var ki? Hələ sən bir kiçik kollektivdə nə görürsən ki, bir balaca şey? Dünya qan ağlayır. Məsləhət verir. Dünya qan ağlayır. Bilmir evin içində səhərə sağ çıxacaq, çıxmayacaq. Sən bir kollektivdə haqsızlıq. Təbii ki, haqsızlıq. Amma məsləhətinə şükür. Dünya iman əhli üçün bir cəhənnəm, bir həbsxana, imansızlar üçün bir behiş kimidir. Sənin kollektivinin başçısı behişdə yaşamalıdır, sən də cəhənnəmə. Bu yazılıb da, məsləhətinə şükür də qal. Bundan qaçış yoxdur. Bu taleyin hökmünə baş əymək lazımdır. Amma bu valın o bir üzü də var. Onun saatını bilmirəm amma. Mənim dünyam yazır ki, nə olar yuxarıda yazdığımı oxuyun. Mən yuxarıda baxdım, elə eyni onları yazmışam. 20 dəqiqədən sonra çıxacağım. Təkrar yazın. Uşaqlar yatışırlar burada. 20 dəqiqədən sonra çıxacağım. 41 dindi. Ailədə mehribançılıq yoxdur. User 12, 56, 56. Sizdə deyil o, çox ailədə var o. Çox ailədə var indi. Şüküründə qal. Ona şükür oxu. Təranə Nurtara deyir, Allah kərimdir ifadəsini işlədəndə evdəkilər narahat olur. Olmalıdır. Yəni məsuliyyəti atırsan Allahın üstünə deyir. Hə. Məsuliyyəti atmırıq biz. Biz Allaha yol veririk. Allahın qəzəbinə, Allahın lütfüne yol veririk sadəcə. Biz kimik ki, biz kənara çəkilir. Burada bir mesaj da var Emma xanım. Yekə arvatsan get o dünyanı düşün. Mən işim yoxdur o dünyayla. Kimin marağı varsa o düşünsün. Mən buradadır hər şey. Mənim üçün. Alim bəy deyir ki, salam Emana, axşamınız xeyirli olsun. Hoş geldin Ali. Tixo. Bağışlamaq üçün nə etmək lazımdır? İlk addım. Belə işdir. Gidib bağışlayacaqsan, mən də harda səhv etmişəm, məni bağışla deyəcəksən. Sonra qəlbində Allahdan bağışlanma diləyəcəksən. Bunu da etmədən öncə bir qəlb sevindirəcəksən ki, sən də bağışlanılasın. Bunlar hamısı bir-birinə bağlıdır. Zəncir var. Hər addımda, ya Rəbbim, mənə yol göstər, mən bunu necə edim? Allah sənə yol göstərəcək. Sən gedib bağışlayacaqsan. Məni bağışla deyəcəksən. Bax, bu taleyin hökmü ilə barışacaqsan. Bir qəlb sevindirib, sonra qəlbinə gələcəksən. Ya Rəbbim, məni bağışla. Harada səhv etmişəm, yol budur. Amma səhvlər də çoxdur, bir deyil.
Nöqtəsi vergülü bitmir hələ də. Bu yaşa, bu başa gəlib, hələ də hesab verir bu adam. Məsləhətinə şükür. Ev tikintisi deyir ki, salam gözəl xanım. Qeyri-adi varlıqlar haqqında Quranda məlumat var. Yəni qulyabanilər barədə. Mən Allahdan başqa qüvvə tanımıram. Haqsızlığa dözülməli idi. Hər şeyə susmaq olar. Susanda haqsız olanlar da daha da haqqa girirlər. Əzizova mətanət deyir. Vallahi məsləhətinə şükür. Fikrində qala bilərsə, məcburiyyət yoxdur canım. Mən susmağı, o susma orucu tutmağı üstün mənə verilən təlim budur. Sən istəyirsən susma. Burada məcburiyyət yoxdur. Amma onu 0-13 ki, o haqsızlığı sınaq olaraq sənə yaşadan da Allahdır. Səni danışdıran da Allahdır. Amma Allah gördüyü işlər barədə sorğu-sual edilmir. Kim şükründən dönürsə, onu da cəzasız yola vermir. Mütləq ona bir cəza yaşadır. Dadızdırır. Diqqətli ol. 013 Məmmədov deyir ki, çox narahatam, nəfəs ala bilmirəm, boğuluram. Yoldaşımla problemlərim var. Gedə də bilmirəm, qala da bilmirəm deyir. Hamısını şükürlə qəbul etməlisən. Yoldaşının hər bir hərəkətini şükürlə qəbul etməlisən. Əks halda boğulacaqsın. Təbii halda. Bu sınağı qəbullanamırsan, hikkələnirsən, ona görə də boğulursun. Sən anlamırsan ki, o sənin yoldaşının simasında Allah tərəfindən sənin sınağındır. Bunu anlamırsan. Ona görə də boğulursun. Boğan kimdir səni? Ruh. Ruh da Allahın zərrəsidir. Həyat yoldaşını kimdə hərəkətə gətirən o ruh? O da Allahın zərrəsidir. Deməli sən Allahın lütfi ilə yoldaşının simasında sınağa çəkilib imtihan edilirsə, bunu da qəbul etmirsən, qəbul etməyəndə də ruh səni içərdən boğur. Səni boğan kimdir? Nəfəsini kəsən kim? Allah, sənin daxilində. Bəs budur. Şüküründə qal. Bağışda ki, deyir o, sən də bağışlasın Allah. Çünki sən də səhvsiz deyilsin. Heç birimiz səhvsiz deyilik. Meh 84 deyir ki, axşamınız xeyir olsun Emana, Azadə müəllimə. Çox xoşdur birlikdə sizi dinləmək. Xoş gəldin canım. Çox sağ olun. Aydan deyir ki, axşamınız xeyir, necəsiniz Ema xanım, Azadə xanım? Yaman könlümə düşmüsünüz. Can. Bizim Aydandır bu. Yox, o biri. Seva xanımdır. Nur Neva deyir ki, çox sağ olun xoş sözlərə görə. Bəlkə bu canlı yayım kiminsə dönüş nöqtəsi ola bilər. Bəyənmək və paylaşaq zəhmət olmasa. Lamiyə xanım deyir, Instagram, YouTube'da Nurema Qəlbinur adı ilə izləyə bilərsiniz. Nazənin Əfəndiyeva deyir ki, niyə sualım oxunmur? Ödənişlidir. Xeyr, burada heç bir ödəniş yoxdur. Düşmür yəqin, bir də yazın. Elə suallar var, düşmür. Lütfən məsləhət verin. 45 ildir anam atamdan qorxur. Gizli ağlayır. Bu tək sizin ailədə deyil ki. Bizim Azərbaycan millətində çox ailələrdə belə var. Mən izləyicilərimdən də çoxları mənə bölüşür. Hər evdə elə bil əzazil yaradıb Allah Teala. Məsləhətinə şükür, yaradana şükür deyir. Bəli. Ağlamaqdansa şüküründə qalsın, yaradana şükür, ya Rəbbim, məsləhətinə şükür. Sənə sığınıram, özün məni bunun bu zopasından, bu deyir o zor qarşı durma sözlərindən, təhqiramiz sözlər belə olur da, yəqin ki, qorxur. Nədən qorxacaq?
Var belə tək səndə deyil. Bunlar çoxdur. Mənimlə bölüşənlər çox. Şükürdə qalacaqsan. Qozbeyli qəbir düzəldir. Bizim qadınların çoxsu ər tərəfindən alçaldılır, təhqir olunur, döyülür. Nə bilim, tənələrə məruz qalır. Belə, çoxdur belə ailələr. Məsləhətinə şükür. Şüküründə qalacaq. O qədər şükür edirəm ki, deyir, ağlayanda belə şükür edirəm. Məmmədov deyir. Nazənin xanım, sualınız düşmür. Yazırsınız, onları oxuyuruq, ancaq sualın özü düşmür. Bunu TikTok Nazənin, narahat olma. Bax, keç Instagrama, özələ, mesaj at, salamat. Mən sən nə sualın var orada cavablandıracağım. Bu bizim səhvimiz, günahımız deyil. Bu TikTok'un kurallarıdır. Kim istəyir özü silir, kim istəyir özü saxlayır. Biz ona heç nə edə bilmirik. Hələ şükürdəyik ki, biz bu qədər saat verir bizə. Düz indi bugün bayram abuvasından tez çıxacağım. Bu qədər saat verir, biz bu qədər burada geniş bizə şərait verir ki, biz burada oturup bu söhbətləri təmənnasız, həm də pulsuz görə bilirik bu işləri. Bizim burada xərclədiyimiz pul bir də internet pulu, işıq puludur və salam. O da olsa da, olmasa da bunu onsuz da biz xərcləyirik. Amma başqa yerdə biz bu görüşü etsək, gərək nə qədər pul xərcləyək. Ona görə də TikTok'un hər nə kuralı var, biz ona baş əyirik. İndi sənin mesajın düşmür, mən neyniyim onu? Onu TikTok belə. Çox sualları silir burada. Belə görəm. Elə bir dənə belə yazını götürür, aparır yuxarı. Burada mən onu hiss eləyirəm. Belə yaz Instagramda ürəyindən ki, hər kəs yaza bilər. Kimin ürəyindən nə fikri var, burada çəkinirmi? O bəyək qız var idi bu. Qəbullanmayan deyir, mən gəlim söhbət eləyim. Mən buna hövsələm yoxdur, bugün yorğunam, bayram bu havadayam. Ona görə səni qəbul edə bilməzdim, sən də yaza bilərsən. Vera idi, nə idi bu? Qəbullanmayan, sən də mənə özəldə, Instagramda yazıb fikirlərini söyləyə bilərsən, orada daha geniş səni izah edərəm. Belə. Mamedov deyir ki, 013, kəşki TikTok'da belə səhifələrlə dolsa, kəşki TikTok belə səhifələrlə dolsa, deyir. Bilmirəm, bəlkə də Allah qabağıma çıxardıb, yenə Mamedova yazır. İnşallah Təbii düşər, ki, Nazənin Əfəndiyevə deyir. Kim bu süfrədən bəhrələnirsə, o onun üçün Allahın lütfüdür. Hər adama hələ bu nəsib deyil. Çox adama nəsibdir, amma hər adama nəsib deyil. Təzdən yazın, bəlkə düşər, düşsə oxuyaram. Nəfəs xanım buradadır, deyir ki, salam, axşamınız xeyir olsun, bayramınız mübarək Hoş olsun, gəldin, canım gəldin. anam. Çox sağ ol. Axşamınız xeyir Azadə xanım və canlı izləyiciləri, bayramınız mübarək. Sizlə bahəm, çox sağ olun. Şirağa Salmanov deyir ki, Ema xanım, namaz qılmaq vacibdir. Yox, boş söhbət. Allahın heç bir kəsin ibadətinə ehtiyacı yoxdur. Nazənin xanım deyir, Yəni sən efendim. namaz qılmamaqla hər hansı bir cəzanın səhvin varsa yaşamamaq mümkün deyil, onu yaşayacaqsan. Namaz qılsan belə onu yaşayacaqsan. Ondan sonra səhvini düzəlt, səmimi davran, heç kimə pis baxma, heç kimə pis demə, qınama, tənəyə qalxma, yalan danışma, xəbərçilik etmə, bəddua söyləmə. Ol Allahın seçilmiş bəndələrindən. Orada namaza ehtiyacı yoxdur. İmanın varsa namaza ehtiyacın yoxdur. Namazın var, imanın yoxdursa yenə o namaz sənin karına yetmir. Vəssalam. İlahi xanım deyir, salam Nur anam, axşamınız xeyir olsun. Sizi çox sevirəm Nur anam. Hər vaxtın xeyir canım.
Şükürlər olsun sizin varlığınıza. Aidə Əliyeva deyir. Faberlik Azərbaycan salam. Bayramınız mübarək olsun. Çok sağ ol canım. Her birimizin bayramı mübarek olsun. Bugün artık 2 saate yakındı ben buradayım. Biz həmişə Qahirə xanım üçün, onun ayağa durması üçün Allah'tan diləmişik hər canlı yayın bitən zaman. Şükürlər olsun Rəbbin lütfüne. Qahirə xanım, indi bəlkə yeni edib bilmirəm, danışmamışam bugün. Ayağa bir dəfə çətinliklə də olsa, 5 ildir insan arxası üstədir, çətinliklə də olsa, hər yerdən tutaraq özünü zor ilə saxlayıb bir dəfə ayaq üstə durduğunun şahidi olmuşam. Ona görə də Rəbbimə şükür, təşəkkür edirəm. Bizim arzu istəyimizi Allah Teala çətinliklə də olsa qəbul etməsin üçün şükür, təşəkkür edirəm Rəbbimə. Səkinə xanımın gözlərinin yollardan çəkilməsini Allah'tan diləyirəm. Bizə vəd edilən o mücüzəvi həll məsələsi həll olunmayan o mücüzəni bizə dadızdırmağı Allah'tan diləyirəm. İstəyərsə edər təbii ki, istəməsə yenə məsləhətinə şükür. Sənlinin arzu və istəyinin yerinə yetməsini Allah'tan diləyirəm. Bizim uzun illərdir izləyicimizdir. Onun bir neçə arzusu var. Onların həyata keçməsini Allah'tan diləyirəm. Bacılarıma Allah'tan şəfa diləyirəm. Özümə isə sizlərlə bərabər Əzədə xanım, Taranura, Lamiyə, hər birimiz mətanətidir, moderatorlar, alimdir, Lamiyə, nə bilim kimlər var burada. Elnarə xanımdır, Gülzar xanımdır, Reyhan xanımdır. Bir yadlarımdan çıxacaq adlarının çoxsu. Pamela xanımdır. Hər birimizin adlar ola bilsin ki, unutduğum olsun. Raya xanımdır. Başıma qalmır. Bax, hər birimizin Allah'tan öncə can sağlığı diləyirəm hər birimizə, hər bir ailəyə uzun ömürlülük, can sağlığı, sülh, əmin-amanlıq içirə, Allah'ın sevgisi içirə, huzurlu, ruzulu, bərəkətli, bol, nimətli, rahat yaşam diləyirəm hər bir ailəyə. Heç kim nə edim, necə edim etməsin. Allah'tan diləyirəm. Qanlı müharibələr artıq yetər. Durdurulsun və Allah'ın vəd etdiyi Allah'tan diləyirəm. Əgər istəyərsə bunu bizə tezliklə yaşadar, saatını bilmirəm. Vəd etdiyi ədalət dünyasının qurulmasını və bizim onun içərisində addımlamamızı Allah'tan diləyirəm. Amin Bu inşallah. zihin açıqlığı diləyənlərə də Allah Teala'dan onu diləyirəm. Gəlin sağ arzu olun. edənlərə gəlin. Məhbus olanlara azadlıq, xəstələrə sağlıq, ayağa qalxması, kimin qəlbindən nə arzusu var onun çin olması, ümidlərinin doğrulmasını diləyirəm. Amin deyirəm. Amin inşallah İmam xanım. Çox sağ olun xoş dualara görə. Yeni bayramınız da, Novruzumuz da mübarək olsun. Mən bugün Xeyirli gəlsin. 98-ci ildə, bugün də ilk vəh günorta radələrində almışdım. Yine nəsə bir möcüzə gözləyirdim, amma bir möcüzə Qahirə xanım oldu, eşitdiyim. Hələ ki başqa bir möcüzə yoxdur. Deyir, o gözləyəndə gec olur da, o murad ki səni yandırar belə. Onu tez çalışsan, gec gələr ələ. Onun saatını Allah bilir.
Bəli. Kim qarışa bilir onun işinə, məsləhətinə. Belə. Bu qədər. Vaqif bəy burdadır. Mesajı rast gəldi mənə. Emma xanım salamlayır sizi. İxtiraçı Vaqif bəy. Bildizdə kimi deyirəm. Qoy tapım həyatı. Bugün salam, necəsiz? Xoş gördük hər birinizi. Emma xanım, necəsiz? Azadə xanım, salam. Sizə də Çox sağ ol, salam. xoş gəlibsin. Belə. Bütün Sağ xəstələrə olaq. ya. Sağ olun, gecəniz xeyrə. Sabahınızda hüzura qovuşsun. Bu qarşımızdan gələn elə bir yeni il indi dönür də. Qış Bəli. qutardı, yaz gəlir və bunların qədəmləri mübarək olsun, uğurlu Amin, olsun, inşallah. sevincli olsun. Hər bir ailə üçün. Amin. Hər birimiz də dua eləyək Emma Və xanım. istəyir, fikir sualı var burada, indi cavablanmadı, oxunmadı ya TikTok sildi. Hər kəs mənə Instagramda yaza bilər. Yəni, ola bilsin ki, mən onu gün ərzində, indi uşaqlar zat biraz qarışıqlıqda, amma vaxt edib arada mən onu cavablandırıram, narahat olmasınlar. Bir gün o yan bu yan, amma hər kəsin fikri bu süfrədə cavablanır. Heç kimə sayğısızlıq olmur, heç kim heç kimdən üstün tutulmur. Eyni Allahın yaratdığı bəndələrə Allah eyni dərəcədə bu süfrədə, özəldə sayğı dəyər var. Məsələn, Bəli. təmənnasız, tam səmimi qəlblə, böyük sevgilərlə. İndi haqqınızı halal edin. Sizi burada yorğun saxladım. Biz də haqqımızı halal edirik. Böyük sevgilərlə. Vəssalam. Sağ olun Emma xanım. Gecəniz xeyrə qalsın. Allahdan diləyirəm bu dilədiyiniz dualar yerinə yetsin. Allahdan diləyək. Sağ Bir də öptüm. deyir, o atalar sözü var, deyir ki, qonşunu iki inəkli istə, indi qonşu məsələsinə görə, yəni Allahdan diləyək ki, bu Yox, mən heç qonşular... kimi iki inəkli yox. Elə hamımızı iki inəkli eləsin. Yox, o deyil, onu deməyəcəydim, nəsə qonşu Hə. sözünə görə dedim. Yəni bu qonşu dövlətlərdə müharibələr dursun, Allahdan diləyək, nə bilim. Sülh əmin-amanlıq ona işarə idi də, yəni. Bəli. Müharibələr. Sülh əmin-amanlıq yer üzərində. Yəni, Mən Allah Teala'dan zaten Allah özü bunu istəyir. Məni nitqə gətirən də özüdür. Bərabərlik. Heç kimin inəyi iki dənə olmasın. Hamının eyni. Bir dənə olsun, amma hamıda eyni olsun. Vəssalam. eyni olsun. Heç kəsin gözü heç kəsdə qalmasın, hə? Bunu demək istəyirsiniz. Bəli. Heç kim əziyyət çəkməsin. Nə hakim olsun, nə həkim olsun. Ədalət dünyası qurulsun. Vəssalam. Emma xanım, əslində başlanğıcda ibtidai icma quruluşunda elə olub da. Bəli. Sonradan quldarlıq quruluşunda tarixdə də elədi. Sonra belə dəyişib, az, çox, fərq qoyulub. İbtidai icma quruluşunda insanın yaranışında əslində əvvəl belə olub. Paylaşım da eyni olub. Seçilməyib heç kəs. Bəli. Şükür məsləhət. Gecəniz xeyrə qalsın Emma xanım. Xeyrə qarşı. Sağ olun. Sağ olun. Nazənin göndərdi mənə mesaj.